Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin keçirdiyi sınaq imtahanlarından Azərbaycan dili 4-cü sinif suallarını izah edəcəyik. Vaxt itirmədən birbaşa sürətli bir şəkildə izahlar verim ki, uşaqlar rahat bir şəkildə yoxlasınlar. Amma suallarla bağlı hansısa fikirləriniz, təklifləriniz olarsa, şərh bölməsinə yazsaz, onları rahat bir şəkildə cavablandıracağam. İndi isə sürətli bir şəkildə sualların izahına keçək. Birinci sual, yəqin ki, şagirdlərimiz mətni diqqətlə oxuyub, yazıb hansı fikir doğrudur? Baobab ağacının meyvələri ilə qidalanan heyvanlar var. Orada mətndə var idi ki, meymunlar oradakı meyvələri xoşlayırlar. Birinci sualda C variantı. İkinci sualda, orada qəribəlilərdən biri də o idi ki, qış fəslində və digər fəsildə onun, yəni çiçəklərin açmasını və yaxud da çiçəklərin, yarpaqların tökülməsinə söhbət gedirdi. Ona görə cavab A variantı olacaq. Növbəti sualda qırmızı hərflərlə verilmiş sözün işləndiyi cümləyə görə necə izah etmək olar? Burada diqqət eləsək, qırmızı hərflə olan sözümüz səyyah sözüdür. A variantına diqqət eləsək, müxtəlif ölkələri gəzən şəxs mənasında. Cavab A variantı. Növbəti suala diqqət etsək, mətnə uyğun hansı Mətnə ən uyğun ad hansı bənddə verilmişdir? A variantına diqqət etsək, burada baobab ağacı ən doğru variant olar. Növbəti sualın izahına diqqət etsək, hansı sözlə bitişdirici samidi işlənmişdir? Çanta, çantası. Yəni onun çantası. Burada sığ bitişdiricidir. B variantı. Növbəti sualda işarə əvəzlərini soruşur. İşarə əvəzləri o, bu, elə belə həmin. Ona görə belə kitablar C variantı. 8-ci sualda deyir, hansı cümlə ilə mətni davam etdirsək cümlələrin ardıcılığı pozular. Mətndə qarın yağmasından danışır, amma D variantında günəşin şüalarının hər tərəfi yandırmasından danışır. Burada məntiqsizlik var. D variantı. 9-cu sualda hansı misralarda hərəkətin zamanını bildirən zərf işlənmişdir? Gecə yarı, nə vaxt, nə zaman, bir də bəzən. 1-ci və 4-cü misraya baxsaq, cavab B variantını götürə bilərik. 10-cu sualda diqqət etsək, kiçik mətnə əsasən doğru fikir müəyyənləşdirin. Burada Əhməd əmi maşınları dayandırıb uşaqlara təhlükəsiz şəkildə yoldan keçirdirdi. Deməli, Əhməd əmi uşaqlara düşünür. Doğru cavab budur. A variantı. Bel bağlamaq frazeoloji birləşməsinin mənası kiməsə inanmaq mənasını verdiyinə görə D variantı doğru cavabdır. 12-ci sualda sözün nitq hissəsi səhv verilmişdir. Qarşımızda gözəl mənzərə var. Burada diqqət etsək, gözəl sözündən sonra isim gəlib. Yəni, gözəl burada sifətdir, amma zərf yazıb. Yəni, hərəkətlə bağlı olmadığına görə burada zərfi yoxdur. Sifət olacaq burada gözəl sözü. Ona görə səhv olaraq A variantını seçirik. 13-cü sualda qoşu saitli sözlərdən doğru, yəni hansı cümlədə qoşu saitli söz işlənmişdir? Radio. Burada qoşu saiti görə bilərik. C variantı. 14-cü sual, ismin yerli halı dadə olduğuna görə qatar-qatarda. D variantı. Növbəti sualda doğru yazılmışdır, səhv yazılmışdır. Deyir, hansı sözün cədvəldəki yeri səhvdir? Zənbil sözü bildiyimiz kimi burada doğru yazılıb, amma səhv yazılmışdır. Yəni, çərçivəsinin altında olduğuna görə bunu sol tərəfə artırmalıydıq. Ona görə 3-ün yeri səhvdir. C variantı. 17-ci sualda nöqtəyə yerinə hansı cümlə yazılsa uşağın fikrini düzgün göstərər. Çəkicdən söhbət gedir ki, baba çəkici mənə verə bilərsən, soruşur, nə edəcəksən çəkici? Hər halda çəkiclə mismarı taxtaya vurmaq daha məntiqli olar. Ona görə D variantı. Nəticələr 1-ə 5 artıb, nə qədər artıb 1-ə 5 artıb? Burada hərəkətin miqdarı kəmiyyətindən söhbət gedir. A variantı. 19-cu sualda hansı fikir şeirdəki insana aid edilə bilər? Bir çox binalar tikib, qoca bənna şəhərdə binaların tikilib və onun məşhur olmağına söhbət gedir. Ona görə yol çəkdiyi yox, tikdiyi binalarla məşhurdur. B variantı. 20-ci suala diqqət edək. Nömrələnmiş cümlələrdən hansında işarə əvəzi işlənmişdir? Burada bu kitab, o, bu, elə belə həmin işarə əvəzləri. Ona görə C variantını rahat götürə bilərik. Dəyərli şagirdlər, sürətli bir şəkildə, yəni cavab açarlarını sizə dedim. Sualların, hansısa bir sualın ətraflı izahını istəyirsinizsə, şərh bölməsinə yaza bilərsiniz. Sadəcə buradan, bu videodan rahat bir şəkildə yazdığınız testləri yoxlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.